Herkese salam, kanalıma hoş geldiniz. Bugün de videonun başlığında gördüğünüz gibi Temmuz sifarişlerini açıram. Əvvəlcə demək istəyirəm ki, yəni burada görülən heç bir şey sırf belə bir video çəkmək üçün sifariş etməmişəm. Yəni tamamilə ehtiyacım olan şeyləri sifariş eləmişəm. Demək olar ki, bunlar mənim Temudan aldığım ilk paltarlar ola bilər. Əvvəldən bəlkə bir neçə dənə paltar sifariş eləmiş ola bilərdim, paltar tərzı bir şeylər, amma tamamilə yəni ki, ehtiyac olan paltarları full Temudan sifariş etməyim də necə oldu onu da deyim. Oğlum bağçaya getdiyi üçün bağçada çox tez-tez üst baş istifadə olunur. Çox tez xarab olur. Ona görə də mən ona bahalı paltar almıram. Sadəcə Elsivaki2-dən, Kotondan bu tərz yerlərdən alıram. Yenə bu sezon bağça sezon başladığı üçün yenə ehtiyaclarını almaq üçün getdim və bəlkə də məktəb sezonunda olduğu üçün demək olar ki, hər şey talan etmişdilər. Düzgün heç bir şey qalmamışdı. Qalanlar da çox incə belə koftalar. Qərar verdim ki, elə oturum Temuya baxım. Çünki Temuda həqiqətən alt-üst dəst formasında olur. Ya ikili dəstlər olur, ya üçlü dəstlər olur. Qiymət də həqiqətən çox uyğun olur. Yəni buradakı qiymətə görə. Nəysə, yəni onu deyim. Ona görə qərar verdim ki, Temuda biraz araşdırım, görək qəşəng və biraz da isti tuta biləcək uşaq dəstləri varmı? Və təbii ki, orada da materiallarının hamısını bir-bir yoxladım. 100% pambıq olsun və ən azından 95% pambıq, 5% elastin falan olanlar da var. Bu mənim birinci kriteriyam idi ki, pambıq materialları olsun və isti olsun. İndi görək, açaq. Belə deyim, bunlar əslində iki hissədə gəldi. Bu gəlmişdi. Bunu mən həqiqətən ürəyim partlayırdı açana qədər və nəhayət çox şükür bu da gəldi və bundan sonra üçüncü part var. Yəni bu sifarişimin hələ üçüncü partı da gəlməyib. Üç hissəyə ayırdı. Yəni ki, çox fərqli hissələrə ayırdı Temu'nun sifarişlərimi. Ona görə də hələ də üçüncü part gəlməyib, amma 1-2 günə gələr. Ona görə çox da gözləmək istəmədim. Çünki bunların içindəkiləri daha çıxardacağam, baxacağam. Yaxşıdırsa hamısını yuyub, qurudub, ütüləmək falan hamısı var. Ona görə artıq çıxardıb istifadə eləməli olduğumuz şeylər olduğu üçün çox da gözləmək istəmədim. Sadəcə 3-cü partda gələndə yenə onu da çəkib bu videonun arxasına qoyacağım. Yəni siz mənim full 800 larilik Temmuz sifarişimin hamısını bu videoda görəcəksiniz. Belə də deyim, 800 lari bir anda çox gələ bilər. Bir sezonda o heç uşaq üçün olsun, ya özümüz üçün olsun. Sezon paltarlar mütləq almalı oluruq. Uşaq üçün də elə də ki, məktəb və ya bağça hazırlığı elə də ki, ucuz başa gələn bir şey deyil. Dedim ki, bunların hamısını kuponlarla aldım və kupon əldə etmək üçün də əvvəlcə 3 əşya sifariş eləməli oldu. Yəni bunu deyim ki, məni əvvəlcədən linçləməyin, çünki sırf video çəkmək üçün bu qədər əşya sifariş etməmişəm. Tamamilə hamısı ehtiyacdır. Sifariş etmişkən də videosunu çəkim dedim. Çünki belə videolar daha çox izlənir və mənə daha çox izlənmə gətirən videolar çəkmək də daha məntiqlidir deyə düşündüm. Nəysə, əvvəlcə bundan başlayıram. Belə bir mini marker almışdım geçən də Gorgia'dan. Belə bir uşaq dəstə çıxdı. Yəni dediyim kimi bunların hamısının materialı 100% pambıq və ya 95% pambıq olanlar var. 95% pambıq, 5% spandex yazılıb. Baxın, içi polarlı bir şeydir. Qəşəngdir, amma indi fikir verirəm, bunun üstündəkilər fərqli dizaynlar var. Pingvin, it, ayı və dovşan var. Amma sanki qız dəstinə oxşadı kimimə gəlir. Qəşəngdir, yəni həqiqətən qəşəngdir və dikişlərində falan heç bir problem yoxdur. İçi də dediyim kimi belə polarlıdır, qalındır. Mənim oğlumda belə bir problem var. Yəni oğlum arıqdır, amma boyu uzundur. Ona görə öz yaşının paltarlarını alanda beli çox geniş olur. Yəni beli olmur tam. Yaşından aşağı da razmerdə bir şeylər alanda onda da ayağı qısa olur. Amma Temuda həqiqətən elə bir problem olmayacağını düşünürüm. Çünki görürəm, həm burası uzundur, həm də burası çox sıxdır. Yəni ki, heç vaxt belindən düşməyəcək.
Əslində bunların qiymətini məncə deməyimə heç ehtiyac yoxdur. Çünki mən Gürcüstanda yaşayıram. Mənim aldıqlarım lari ilə göstərir. Sizdə bilmirəm hardan izləyirsiniz, ona görə fərqli qiymət ola bilər. Kupon da istifadə etdiyim üçün kuponla da ekstra düşmüşdü. Amma deyim, buradan bir üstə verəcəyim qiymətdən bu dəst ekstra ucuz idi. Həqiqətən çox ucuz oldu. Sadəcə kuponla ucuz gəlir mənə. Yoxsa çox da ucuz deyil, amma moldakı qiymətlər baxanda ucuzdur. Nəysə, çox da uzatmayım. Yəni ona görə qiymətləri deməyimə ehtiyac yoxdur. Bir də qiymətlər onsuz da tez-tez dəyişir. Yenə bir uşaq dəsti. Əsasən qış geyimləri, yəni qalın geyimlər seçməyə çalışdım. Çox şirindir. Baxın, belə bir şeydir. Bu o birisi qədər içi çox qalın deyil, amma yenə də qalın materialdır. Çox qəşəngdir. Və belə bir altı var. Burasında da yenə köpüşlü var. Çox şirindir. İçərisində göstərim sizə. Belə də yenə yaxşıdır. Cibləri də var. Mənim oğlum cibli şalvarları çox sevir. İlla cibinə bir şeylər qoyacaq. Mənim aldıqlarım 4-5 yaş olmalıdır. Amma buradan həmişə alanda 3-4 yaş və ya 2-3 yaş alıram həmişə. Növbəti bir ürün. Yoldaşıma belə bir şalvar almışdım. İçindən bir kağıdı çıxdı. Bu da çox qəşəngdir. Baxın. Bu hissəsində belə bir etiket var. Sərt bir cins deyil. Sərt bir parçadır sadəcə, amma qalın bir materialdır. Və çox qəşəngdir. Ayaqları belədir. Burada bəzən Asiya razmerləri olur. Asiyanın XL-i bizim S bədənlər olur. Mən də XL-lər vurmuşdum ki, S bədən olsun. Yenə bir sweater. Da yoldaşım üçün almışdım. Da qəşəng görsənir, materialı da çox gözəldir. Əslində yoldaşım belə boğazlılar çox sevmir. Növbəti oğluma ayaqqabı aldım 2 dənə. Ona görə ayaqqabıların heç vaxt ölçüsünü tutura bilmirəm. Bu da böyük olur. Böyükdür, baxın, ölçüsü böyükdür, amma ayaqqabı superdir. Baxın. Həqiqətən superdir və içinə də bir şey qoyublar. Plastik bir şey qoyublar ki, forması itməsin. Çox gözəldir. Super. Həqiqətən superdir. Yasaqlanmış ayaqqabı reklam eləyirəm, amma çox gözəldir. Qiyməti də həqiqətən çox gözəldir. İndi bilmirəm, geyiniləndə zaman içində daha çox göstərəcək bu paltarlar da, ayaqqabı da, yəni ki, zaman içində daha mı tez xarab olacaq? Bilmirəm, ilk görüntüm çox gözəldir. Ayaqqabıyı sadəcə yenə də paketində qoyacağım. Çünki bu bir razmer böyük görsənir. Və bir digər ayaqqabı, bu da oğluma almışdım. Bu ekstra 2 razmer böyükdür, çox böyük gəldi. Amma superdir. Bunun da yenə içində belə balon kimi şişmiş paket var, forması itməsin deyə. Buna da 30 bədən yazır, 30 razmer. Nəysə, saxlayacağım, ən azından bir-iki sonra giyinər. Onu indi geri qaytarmayacağım. Növbəti bir paltar yenə yoldaşım üçün almışam. Baxın, bu sarçukadır, amma köynək deyirsiniz, mən sarçuka. Köynək deyək, bu köynəkdir. Qalın bir köynəkdir, baxın. Neyəsə bu rəngləri dəhşət sevirəm. XXL almışam. Sadəcə Asiya XXL-dir. Əslində mən XXL almamışdım. Bunun razmerini səhv göndərmiş ola bilərlər. Bunu sonra yoxlayacağım. Sıradakı bir ürünümüz. Yenə yoldaşım üçün. Belə sadə ev geyimi almışdım. Çox gözəldir. İçi də baxın, qalındır, yəni polarlı bir şeydir. Yenə də yaxından göstərim. Sadəcə zamanla görəcəyik ki, bu istifadə elədikcə tiftiklənəcəkmi ya yox. İndiki ilk görüşüm yaxşıdır, yəni ki, bəyəndim və əlini vuranda həqiqətən çox yaxşı bir təəssürat verir ki, yəni bu yəqin ki, super keyfiyyətli bir materialı var falan. Bilmirəm, zamanla görəcəyik. Növbəti yenə yoldaşım üçün
kurtka kimi bir şeydi. Bakın bu payız sezonu için ideal bir kurtkadır ve yine yaşlı rengi. Ama çok güzeldi. Bu şekildedir. Bu tarafında içinin cibi de var. En sevdiğim şey çok cibi olan kurtkalar, çantalar. Daha çok ben evden çıkanda bütün evimi arkamda götürdüğüm için çok ciblər olmağı mənim üçün ekstra yaxşı olur. Və bu kargoda son bir ürün mənim üçün. Belə bir, nə deyim bunu? Belə bir kardigan sifariş eləmişdim. Çox üşüyən bir insan olduğum üçün. Həmişə belə geyindiyim body tərzi şeylərin üstündən həmişə belə örgü bir şeylər atmağı çox sevirəm. Yəni bəlkə də üşüməyim psixoloji olaraqdır. Yəni ondan deyil təbii ki, amma yenə də yəni psixoloji olaraq məni belə sarıb sarmalayan bir şey olmağı həqiqətən çox xoşuma gəlir. Belə bir kardigan aldım. Ama çok büyük görünüyor. Wow. Hi. Olacak bilmirəm, amma ilk görüntüm qəşəngdir, örgüsü də qəşəngdir. Bir də belə bir şey dedim, örgü materialda aldığınız bir şeyləri materialına da fikir verin. 100% akrilik qətiyyən almayın. Çünkü 100% akrilik örgülər tiftiklənir. Yəni tük toplayacaq. Örgü işine baktığım için oradan bilirəm 100% akrilik iplər ən keyfiyyətsiz iplərdir. Ona görə qətiyyən 100% akrilik almayın. Mən isə 100% polyester seçdim. Bu XL razmerdir. XL. Mən yəqin ki bunu tam bilmirəm. Bunu da yoxlayacağım. XL mi seçmişəm? Belki de oversize dursun diye, biraz bol dursun diye XL seçtim. İndi isə keçirik ikinci paketimizə. Hiç material sifariş eləməmişəm. Çünkü en son sifariş eləyəndə her şeyden çok sifariş elədim. Kargo içinde kargo. Ama böyle boyutlar. Yeni açıldı. Bu əsas. İndi əvvəlcə bunu göstərim sizə. Evdəki cüslarımız hamısı artıq köhnəlmişdi. Evə qonaq gələndə artıq ayağını verməyə, bəzən elə olur 3-4 qonağın birdən gələndə ayağını artıq verməyə bir şey olmur deyə mən də dedim ki 4 dənə belə cüs sifariş verim. Bu biraz əzlib, yəqin geyinəndə düzələr. 4 dənə sifariş verdim. İkisi daha çox oğlanlar üçün olabiləcək bir stildə olsun dedim və ölçüsündə biraz böyük ölçüdə sifariş elədim. Bu 44-45 ölçüdür. Altı biraz yumuşaqdır, incədir sanki bu tabanı. Bilənmədim nə qədər keyfiyyətlidir. Stili gözəldir. Yəni bir dənə belə sifariş elədim və bir dənə də belə minnoş ayı stilində en sevdiğim renk tonları yine həmişəki kimi. Bu da yine biraz əzilib. Ve altı yumuşaqdır, yani çok sert değil ama bilmiyorum. Ayakta şirin durur. Növbəti belə qabağı açıq və yenə büyük bir şeydi ama inceymiş. Bakın çok incedir. Çok kalın değilmiş yani ki bile kalın təsəvvür eləmişdim. Qabağı belə açılır. Uzun olduğu video şəkildə də görülmüşdü. Zamanla istifadə edilərsə görərik amma yani gözləndiyimi qarşılamadı deyə. Çünki daha qalın gözləyirdim, daha sərt gözləyirdim. Hələ yuyulandan sonra nə nəticə verəcək heç bilmirəm. Amma buradan aldıqlarımız da çox da elə yaxşı nəticə vermir deyərək özümü təsəlli edirəm. Növbəti məhsulumuz yenə yoldaşım üçün bir kofta. Az əvvəl göstərdiyim kariçnevinin yaşılı ama bu daha sərtdir, bu daha elastik kimi şeydir. Yəni bununki daha çox xoşuma gəldi ama eyni modeldir. Eyni modeldir. Sadəcə rənglər fərqlidir. 2 ayrı rəngini aldım və bunun boğazı o birisinə baxanda daha uzun. Yəni belə qatlamaq mümkündür. Tam belə soyuq havalarda geyiniləcək bir materialı var. Bakın.
Növbəti məhsul uşaq corablarıdır. Oğluma belə corablar sifariş etmişdim. Burada 5 cüt var. Belə ayıcıqlı, ayıladı. Çox tez xarab olur çünki çox tez tiftiklənir. Hər yuyandan sonra ütüləyib tiftik təmizləmə aparatından təmizləyirəm. Bir müddət elə geyinir, sonra evdə geyinir onları. 10 cütdə belə corablar. Əslində bunlar rəngli-rəngləri də var idi, amma oğlum illa da qara və ağ olanları seçdi. Bilmirəm niyə, amma heç mənim favorim deyil. Mən daha çox pastel tonlar bilirsiniz. Belə yəni 5 cüt qara. Əslində bunlar stildir yəni. Bu biraz böyükdür. Mən 4-5 yaş olanı almışdım. Bunlar 3-8 yaşdır və biraz böyükdür. Hələ olmayacaq ayağına bunlar. Bunlar biraz böyüyəndə. 2 il sonra bəlkə ya 1 il sonra. Növbəti məhsul mənim üçün özəl bir şey almışam. Belə bir ev geyimi kimi bir şeydir. Çox qəribə bir şeydir. Pijama da deyə bilərik, amma tam pijama deyil, ev geyimidir. Qolları amma biraz mənim ən sevdiyim stil. Bu da altı. Bu da incədir əslində, tam ev üçün rahat. Altını göstərə bilər. Çünki baxın, belə tutum işığa. Altını göstərə bilər. Amma tam ev üçün geyinə bilərsiniz. Ayağı da yenə tam belə bir şey. Növbəti məhsul, oğluma 2 dənə kardigan aldım. Belə bir şeydir. Bu 100% pambıqdır. Biraz bej rəngdədir. İndi kamerada nə rəng görsənir tam bilmirəm, amma bej rəngdədir. Yenə növbəti kardiganımız. Bu da gözəl. Aha, əlimdə çox gözəldir. Daş kimi bir material var. Çox sərt, qalın. O birisi daha yumuşaq idi, amma bu qalın bir şeydir. Və bu da yenə 100% pambıq idi. Çox gözəldir. Bu incə bir koftanın üstə bunu çox gözəl geyinər. Yanda inşallah bir şey olmaz. Növbəti yenə yoldaşına belə bir şeydir. Bu biraz incədir. Digərlərinə baxanda biraz incədir. Ayağı da belə bir şeydir. Alacaqları da var. Növbəti məhsul kuxna qayçısı. Yəni kuxnada illərdir heç bir qayçım yoxdur və çox ehtiyacını çəkdiyim üçün. Sonunda da çox ucuza gördüm. Ona görə bir kuxna qayçısı almaq istədim və yorumlar da çox gözəl idi. Yəni ilk görünüşdə də gözəl kəsirmiş kimi görsənir. Belə də bir ağzı var. Növbəti məhsul belə bir krem deyim sizə. Ağ ayaqqabılar bilirsiniz çox tez qaralır və Temuda da məncə qarşınıza çıxmış olar çox. Bəziləri əslində silgi kimidir, bəziləri də belə krem formasındadır. Ayaqqabının üstünü siləndə kirli ayaqqabılar tərtəmiz olur. Əsasda ağ ayaqqabılarda. İndi bilmirəm nə dərəcə effektiv olacaq və niyə elə ağ olur? Yəni niyə təmizləyir? Təmizliyin sırrı nədə? Fırçası var və belə bir şeydir. Normal limonlu sabun kimi bilənir yəni. Limon ilənir. Kokos var içində. Quick cleaning yazılıb. No washing, yəni yumayın deyir. İstifadə edib görərəm. Və bu bağlamada da son məhsul belə bir şeydir. Üstündə pişiklər var. Normal, yəni evdə hər yerdə görəcəyiniz normal ev cütlarıdır. İndi isə qonaqlığa gedirəm. Qonaq çağırıblar, ora gedirəm. Son məhsulu göstərməyi unutdum, kiçik olduğu üçün. Baxın, sonuncu məhsulda belə bir şeydir. Çox balaca otaq termometri. Belə içindən 2 dənə belə bir şey çıxdı. Bu duvara yapışdırmaq üçündür. Bunu da deyim ki, burada qeyd etdiyim bütün qiymətlər mən kupon istifadə etmədən əvvəlki qiymətlərdir. Yəni yazdığım qiymətlərin hamısını üst-üstə gəlsəz bəlkə də 800 liradan qat-qat artıq çıxacaq. Toplam qiymətdən çıxdığı üçün kuponlu qiymətin nə qədər olduğunu görə bilmirəm. İndi oğlumun bugün geyindiyi ayaqqabıda bunu yoxlamaq istəyirəm. Baxın, bu üstündə görürsünüz. Yəni belə deyim, çox effekti deyil, yəni wow effekti deyil, amma yəni bəzi yerlərini
sildi. Sadəcə belə deyim, nəm salfetka ilə daha yaxşı silərdi. Bu hissələri, hətta bunun bu hissəsi, yəni yuyanda da tam getmir. Çox da elə bilmirəm. Bəlkə də mən düzgün istifadə eləmədim. Yenə də baxacağam. Və sizin üçün 1 saniyə keçdi, mənim üçün isə 2 gün keçdi. Təkrar eyni paltarları geyindim ki, video çox fərqli görsənməsin. Nəhayət qalan 3-cü part da gəldi. Baxın. Burada daha çox oğlum üçün aldığım paltarlar var və bir neçə ev üçün ıvır-zıvır əşyalar. Sanki açılıb, yoxlanıb və təkrar üstündən bantla bağlanıb. Böyle koyun. Əvvəlcə belə bir şey çıxdı içindən. Bu maşın formasında bir qələm kutusudur. Bunu oğlum seçmişdi özünə. Otaqda qələmlərini falan qoymaq üçün. İçindən belə sticker çıxır. Bunu istədiyiniz kimi üstünə yapışdırırsınız. Yəni belə bir qələm kutusudur stickerlarla. Onu gələndə özü istədiyi kimi yapışdırar. Belə bir şeydir. Diş pastalarını azaldıkça yuxarıdan tapıb belə sıxmaq üçün bir şeydir. Bizdə də elə 2 dənə olur. Həm uşaq üçün, həm böyük üçün 2 ədəd diş pastası olur. Baxın, belə bir uzun bir fırçadır. Bunu daha çox hamamda əl-üz yuma yeri olur. Oranın kanalizasiyasını təmizləmək üçün. Bəzən oraya da ola bilər tük, saç, belə şeylər düşsün. Və bu tam olaraq onu içinə salıb ən dərinindəki saçlar falan çıxartmaq üçündür. Həyatı asanlaşdıran bir şeydir. Yəni istədiyiniz kimi belə əyilə bilir. Uşaq dəsmalları mikrofiber bir şeyə oxşuyur. Əlini vurana, yəni mikrofiber olduğu hiss olunur. Və 2 ədəddir. İkisi də eynidir bu arada. Baxın, belə də asmaq yeri var. Uşaq stilində özünün şəxsi olsun istədim. Özündən birlikdə seçirik həmişə belə şeyləri ki, öz seçimlərini etməyi öyrənsin. Uşaq paltarları artıq. Dəst almışdım. Baxın, jileti var. Bunlar da yenə hamısı pambıqdır. Jiletinin üstündə çox gözəl cibləri var, şalvarı var. Yenə şalvarda, yəni dediyim kimi, həm beli sıxdır, həm də boyu lazım olan şeylədir və materialda çox gözəl. Və belə də bir üstü var onun. Papaqlıdır. Yenə bir paltardır oğlum üçün. Baxın, belə bir dəsti. Bu cins şalvardır. Bunun da yenə beli sıxdır. Boyu da istənilən qədər uzundur. Cibləri var. Mən uşaqlarda normalda cinslər sevmirəm. Çox belə narahat olduğunu hiss edirəm, amma Temunun cinsləri daha çox yumşaq olur. Yəni daha çox sportiv paltarlar kimi olur. Onun belə də bir üstü var. Yenə dinozavrlı. Bu da yenə 100% pambıqdır. Kənarlarda da belə dinozavr. Növbəti oğlum üçün belə bir kapşon sifariş eləmişdim. Amma tam xatırlamıram, amma mən bunu yaşıl rəngin sifariş eləmişdim. Çox incə də deyil, çox qalın da deyil. Yəni içi belə bir şeydir. Qabağında da bir dinozavr. Bir jilet, yine oğlum üçün də bir dənə də böyle qalın jilet almışdım. Bu da gözəldir. Yəni çox qalın da deyil, yəni çox qalın da ehtiyac yoxdur elə də. Bu belə payız havalarında geyinmək üçün yaxşıdır, amma çox incə də deyil. Tam lazım olduğu kimi. Burada da cibləri var. Yenə növbəti bir paltar oğlum üçün. Daha çox oğlum üçün elədim bu sifarişi, çünki bağça üçün qalın paltarlar istəyirdim. Belə bir koftası var. Kofta biraz incədir. Qolları da düzdür və üstü var. Baxın, altı da belədir və qalındır bu artıq. Çox qəşəngdir.
İçini də göstərim. İçi də belədir. Qalındır, yəni ki, üşüməz. Və üstünün belə bir geyməsi var. Ona görə, yəni altdakı kofta incə idi. Üstündə belə bir geyinməsi var. Bir üçlü dəstə çox uyğun qiymətə aldığımı düşünəndə çox gözəldilər. Bu arada saçlarım biraz nəm kimi ıslaq idi. Belə buraxdım. Yəni videonun ilk hissəsində makyajım da var idi. Amma indi yəni sırf bu video üçün makyaj eləmək istəmədim. Mən günlük həyatda çox makyaj sevmirəm. Belə növbəti yenə oğlum üçün bir dəst. Bu belə bir şaplardır. Belə cibləri var. Çox qalın deyil, amma çox incə də deyil. Bu da 100% pambıqdır. Bunun belə bir koftası var. Bunda belə bir kapşonlu jileti var. Və ayağında da belə buruyu belə ayağını düzmək üçün bir şey var. Yəni bu hissəsi biraz büzgülü olsun deyə. Göstərdiyim çustların digəri evə gələn qonaqlardan, yəni kişilər də olsa və ya yoldaşım üçün də bəyəndim. Rəngi də gözəldir, yumşaqlığı da. Belə bir apteçka aldım. Dərmanları daha çox qutulara yığmışdım, yəni konteyner kimi bir şey yığmışdım. İndi sırf dərman üçün başqa bir şey aldım. Baxın, belə bir çanta kimi bir şeydir və 2 dənə də belə xırda bir şey var. Yəni istədiyimiz dərmanları buna da qoyub bir yerə apara bilərik, şəmədanın falan içində. Yəni açıq bunu. Biraz belədir. Bu hissəsində isə bir neçə bölmələri var. Belə var, belə var. 3 ayrı hissəsi var. Yəni burada qutusuz olan tablet şəklində dərmanları qoymaq olar və ya iynələri qoymaq olar, bintlər olur. Məsələn, bintləri arxaya qoymaq olar. Burada əslində qırmızı rəngi də var idi sanki. Yəni tam belə bir ilk yardım çantası rəngində qırmızılı ağlı. Nəyəsə mən bu rəngini almaq istədim. Belə də tutmaq yeri var. Biraz hələ özünə gəlmədi şeydə, amma çox qəşəngdir. Boyu da çox gözəldir. Belə bir mini şeydir. İçi də belədir. Burada da belə bir şey taxmaq yeri var. Termometr falan taxa bilərsiniz orada. Bundan biraz böyükdür. Biraz böyükdür. Mən bəyəndim. Çox gözəldir, materialı da, keyfiyyəti də. Növbəti belə bir qatlanan səbət aldım. Amma boyu balaca gəldi. Orada o heç yazır, ölçüləri yazır. Sadəcə insan o anda, yəni götürüm də ölçüm dəqiq bu nə qədərdir təsəvvür edeyim deyə olmur. Amma yəni ki, biraz daha böyük olacağını düşünürdüm ki, ən azından paltarlar falan içinə qoya bilək. Belə açılır, belə bu tərəfə itələyirsiniz. Bakın, daha çox bununla şpilkaları falan qoymaq boyundadır. Yəni ki, buna paltarları falan çox yerləşdirə bilməzsiniz. Amma videoda elə göstərir, daha çox yəni ki, paltarları maşından çıxardın, bunun içine qoyun falan, amma bu da qəşəngdir, bilmirəm. Bunun içine daha çox tərəvəzləri bəlkə qoymaq mümkündür. Bağçaya getdin, tərəvəzləri bunun içine yığ, ondan sonra götür falan. Sonra da buradan geri basıb belə olur. Növbəti belə bir şey, baxın, vakumlayıblar. Bunun nə olduğunu sizə deyim. Ayaqqabıları falan maşında yuyursunuz yəqin ki, çünki mən də yuyuram. Şimdi daha təmiz yuyur. Mən maşını açıram. Bu belə bir şeydir ki, ayaqqabıları bunun içine atırsınız və ağzını bağlayırsınız. Baxın, belə bir torba oldu. İçi də paspas kimidir. Belə bir şeydir içi də. Ayaqqabıları bunun içində yumaq üçündür və baş hissəsi belə bir filə kimidir. Yəqin içinə yığılan kirlər falan da buradan axsın deyədir. İstifadə edəndə görərik ki,
yaxşıdır ya pisdir. Neçə ayaqqabı içinə sığar bilmirəm. Çünki mən həmişə ayaqqabıları yuyanda bir çox ayaqqabı birdən atıram ki, yəni maşını kirlətmişkən bir anda kirlədəsən, sonra isə təmizləyirsən. Yəni maşını özünü təmizləmə rejiminə qoyursan. Pipetlərin içini təmizləmək üçündür. Fırçalardır. Baxın. 10 ədəddir və hər ölçüdə var. Bunu mən daha çox oğlumun su qablarının içini mən tez-tez yuyuram. Çünki yəni çox higiyenik hiss etmirəm. Ancaq o pipet hissəsinin içini, yəni nə qədər eləsən də çox yuya bilmirsən və əsas o pipet hissəsinin içərisi qalır. Bunları daha çox onun üçün aldım ki, pipetin içini çox rahatlıqla yuya bilim. Və bunları da bir çox şey üçün istifadə edə bilərsiniz. Belə bir dəmirdir burası və əyilə də bilir, baxın. Ən çox bunu gözləyirdim çünki bugün həftənin bazar günüdür və sabah üçün təkrar su qabını yaxşı yuyub göndərmək istəyirdim. Elə tam vaxtında gəldi, yəni çox sevindim. Bu mənim üçündür. İlk dəfə özümə Temudan bir çanta aldım. Profil şəklində çox xoşuma gəldi. Belə trench coatla taxmışdı bunu. Və çox xoşuma gəldi həqiqətən. Bu arada trench coat'u da aldım. Yəni Temudan almadım, trench coat aldım özümə. Amma krem rəng almadım. Yəni krem rəngi çox özümə yaraşdırmadım. Bunu da vloglarda çəkmişəm. Amma ola bilsin bu Temu alış-veriş videosunu bütün videolardan əvvəl sizə paylaşacağam. Yəni indi bəlkə bu axşam editləyib paylaşıram. Amma bundan əvvəl hələ mənim tətil vloglarım durur, sonra tətildən qayıtmaq videolarım durur. Sonra ondan sonra bir neçə vloglar yenə çəkmişəm. Və bir Temu sifarişi açılımı videom yenə var, amma onu isə davamlı vlog kimi çəkdiyim üçün ayrı editləyib paylaşmadım. Belə yəni videolarım çox var, amma bu alış-veriş videosunu yəqin ki sizə hamısından əvvəl gələcək. Ona görə orada aldığım trench coat'u da hələ görmədiniz. Sadəcə deyim, yəni spoiler verim. Tünd yaşıl rəng bir trench coat aldım. Bu indi onunla yaraşar ya yaraşmaz bilmirəm. Sadəcə bunun şəklində krem rəng trench coatla taxılıydı və çox gözəl dururdu. Mən də elə bir trench coat alaram deyə düşünüb bu çantayı aldım. Amma o trench coat mənə çox yaraşmır məncə. Yəni krem rəng mənə çox yaraşmadı. Bilmirəm. Şimdi açaq, çox da uzatmayım. İçində də kiçik belə bir makyaj çantası kimi bir şey var. Belə bağcıqlar. Məncə bunu çox görürsünüz videolarda. Bəlkə də alanlarınız da var artıq. Belə. Çox qəşəngdir. Bu biraz əzilibdir. Ona görə hələ tam forması görsənmir. Biraz baxın belə görsənir. Amma indi içinə bir şeylər qoyduqca bu özünə gələr. Qapağı da yenə belə və belə sürtürsünüz. İçine kağıt koyublar ama çok da koymayıblar yani. Yine de biraz əzilib. Baxın belə qoyam. Çok güzeldi. Əsas rəngi. Bu da yoldaşım üçün aldığım bir dəst paltardır. Tam bu havaların paltarıdır. Baxın. Kapşonlu bir üstü var. Bədənə görə biraz böyükdür. Daha çox oversize tipli bir S deyək. Belə, mənim sifarişlərim bu qədər idi. Gələn hər şeyin keyfiyyəti həqiqətən çox gözəldir. Çünki sifariş vermənizdən əvvəl hamısının açıqlamasını, materialını çox yaxşı oxuyuram və əsas məsələ altındakı şərhlərə də baxıram. Şəkilli şərhlərə daha çox önəm verirəm. Çünki şəkildə orijinalda əslində necə gəlib o da görsənir. Siz də alanda həmişə yaxşıca araşdırın. Satış sayına da baxın, şəkilli şərhlərə də baxın və materiallarına da baxın ki, pambıqda olsa yaxşıdır və polyesterlərdə heç xarab olmur. Nə qədər tövsiyə olunmasa da polyester, yəni çox da sonradan xarab olan material deyil.
100% akrilik örgülər almayın. Yarı akrilik, yarı pamuk ala bilərsiniz. Çünki onlara da heç bir şey olmur. Belə, yəni hamısı çox gözəl idi. Sadəcə oğluma aldığım kapuçonun rəngini başqa göndərmişlərdi. Ola bilər bəlkə belə bir şeylər də. Bunları da bizə paketləyib göndərənlər insan olduğu üçün belə şeylər ola bilər deyə düşünürəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Sonraki videolarda görüşərik. Sağ olun.